Bu İran İslam Respublikasının Haşimi sortudur. Biz 3-cü ildir bu sortu da sınavdan keçirdik. Bu sort çox məhsuldar sortdur. Bunun bitkinin uzunluğu 129 santimetrədir. Bunun üstün cəhəti budur. Üstün cəhəti də var, mənfi cəhəti də var. Mənfi cəhəti ondandır ki, yağışlar başlanan dövrü bu bir 30%-ə kimi yerə sərilir. Yerə sərilir. Amma məhsuldar sortdur. Bizim torpaq iqlim şəraitimizdə tam uyğunlaşmış sortdur. Həm də keyfiyyətli, düyüsü keyfiyyətli. İndi amma onun düyü çox keyfiyyətli, ətirlidir. Süpürgənin uzunluğu isə 23 santimetrədir. 23 santimetrə süpürgənin uzunluğudur. Çox məhsuldar sortdur. Lənkəran şəraiti üçün uyğunlaşmış sortdur. Əliyar, siz gələcəkdə bu bizim bu hansı ki bu avangarddır, sonra istiqlal sortlar. Bundan bu illəri salamat olsa məhsuldarlığına baxarsınız. Əgər məhsuldar, misal üçün bizim tərəfdə, bizim zonada, əgər 10 sutkası 110-130 arasında versə kiloqram, deməli çox məhsuldardır və onu əkərik. Biz onu yoxlayırıq, yoxlamaq üçün əkmişik. Görək bizə sərf edir, bizə əsas onun məhsuldarlığıdır. Əgər sizin dediyiniz kimi, əgər hektara 10 ton versə, o əladır. Biz bu il onu yoxlayırıq. Əgər o məhsuldar, ondan hətta biraz aşağı versə, yenə yaxşıdır. Mən sizə deyim, Nadir müəllim, bunun müsbət cəhəti odur ki, Lənkəran zonasında yağışlar başlamamızdan əvvəl, yəni bu avqustun əvvəlində yetişir, ortasında yetişir. Amma Həşimi sortla müqayisədə Həşimi yetişir sentyabr ayında. Yox, Həşimi də bizdə yetişir ayın 20-sindən sonra. Avqustun 20-sindən. İndi havalar yaxşı keçəndə. Bu ona nisbətən tez yetişir. Bu tez yetişən sortdur. Bax, indi məhsulun xarici görünüşünü bunu görmək olur ki, bu məhsul 2 həftədən sonra yetişir.